Hər kəsə salam, kanalıma xoş gəldiniz. Şəkərbura paxlava bişirəcəm, ona görə də gedirik biraz alış-veriş eləməyə. Temudan aldığım çantanı da taxmışam, sizə də göstərim necə görsənir. Çərəzləri və başqa şeyləri almışam artıq, onları video çəkməmişəm, amma indi marketə gəldim, sizinlə birlikdə nə aldığımı göstərəcəm. Əlimdə gördüyünüz vərəqdə də spesik tutmuşam ki, nə alacam. Şəkərburanı mən bir dəfə döymə xəmirdən eləmişdim, indi istəyirəm ki, bu dəfə də eləyim. Burada mənə reseptdə göstərilmişdi ki, 25%li xama lazımdır. Evdə yumurta çoxdur, amma mənə rənglənmək üçün ağ yumurta lazımdır. Xəmirə də, içliyə də vanil vuracam, bu da lazımdır. Sağ kökün harasısa açıqdır. Bağının üstünə tökülür. Əllərim də şey oldu. Marketdən çıxdıq. Arabanı dedim ki, özümlə aparım, çünki bu qədər şey hamısı ağır idi. Gəldik, çatdıq evə. Bağına hədiyyəsini istəyirəm. Bunu almışdım, onu çəkməmişdim videoda. Bunun qiyməti 14 manat idi. 12 manata aldım endirimlə. Bir dənə belə səməni aldım. Qiyməti 1.50 idi deyəsən, səhv eləmirəmsə. Belə bir səmən. Belə bir yağlı kağız aldım. Bu da tort ləvazimatları dükanından. Yumurta rənglənmək istirdim. Belə falqa ilə təzə trenddə olan yumurtalar görmüşəm. Bunun balacasını 1 manata aldım, gümüş rəngdə olanı. Amma bu baha idi biraz, 6 manata. Bunun qiyməti 6 manat. Gülbanımız qırılmışdı. Getdim belə bir güldan aldım. Bunun qiyməti 10 manat. Balaca ölçüdür. 10 manata yaxşıdır. Bir də belə zibil torbası aldım. Paxlava üçün içli almışam. Qoz. Kilosu 14 manat idi belə. Qırıq-qırıqların. Bunun qiyməti yadımda deyil. Bunlar da yadımda deyil. Fındıq yadımdaydı. Kilosu 25 manat idi. Özüm qovrulmamış aldım ki, qovrulmamış 30 manat idi. Bunu da 1 manat aldım. Noxudu. Paxlavanın sütü üçün qozu iri aldım biraz. Bunun kilosu 18 manat idi. Marketdən aldıqlarımı da video çəkmişəm. Onu da göstərməyə ehtiyac yoxdur. Ümumilikdə 17 manat 9 qəpiyə ödəmişəm. Hazır şəkərburanın ləvazimatlarını qoymuşam. Birazdan başlayacağım hazırlamağa. Deməli, hər şey almışdım bayaqları, amma un yaddan çıxmışdı. Bir də onun üçün gedib gəlmişəm. 2 kiloqram belə aldım, 1 kiloqram da elə aldım. Bu firmanın unundan istifadə eləməmişəm. Birinci dəfə istifadə eləyəcəm. Yağ olaraq da Ankorun yağından istifadə eləyəcəm. Şəkərburanın xəmirini döymə xəmirdən elədim bu dəfə. Yəqin ki, bundan sonra döymə xəmirdən eləməyəcəm. Bilməm istifadə elədiyim yağdandır, ya nədəndirsə, bu dəfə yaxşı alınmadı xəmiri. Birinci dəfə eləyəndə möcüzə yağını eləmişdim, bundan yaxşı alınmışdı. Amma bu yağla eləyəndə yaxşı alınmadı nədənsə. Keyfiyyət baxımından möcüzə yağı bilirsiniz ki, marqarində, amma Ankor yağı biraz keyfiyyətli yağdır. Amma mən keçən dəfə hazırlananda yadıma düşdü ki, mən ona süd vurmamışdım. Bu dəfə gördüm ki, xəmiri yoğuranda çox quru kimidir. İstədim ki, biraz süd də əlavə eləyim ona ki, yumuşaq olsun. Amma onunla belə yenə də quru çıxmışdı. Kərbaları bükərkən, naxışlayarkən çox əziyyət çəkdim. Yəni qopuq-qopuq olurdu üstündə. Naxış yaxşı qalmırdı. Bundan sonra mən də qərara gəldim ki, döymə xəmirdən istifadə eləməyəcəm. Paxlavanın xəmirini yoğuranda gördüm ki, onun xəmiri daha yaxşıdır. Elə onun xəmirindən istifadə eləyəcəm. Bu arada kiçik bir xatırlatma dedim. Əgər kanala abunə deyilsinizsə, lütfən abunə olun. Videonu bəyənib yorumlar yazmağı da unutmayın. Xəmir mayalanan kimi fındığı da qoyuram sobada qovrulsun. Burada təxmini 640 qram, 600 qram fındıq var. Keçən dəfə ata bizə gələndə mənə belə bir
elektrikli üzərində hədiyyə eləmişdi. Short videoma baxanlar bilər. Bununla mən birinci dəfə stalisini elədim. Stalisini doğradım, tez bazar. İndi də fındığa çəkməyə istifadə edəcəm bu aparatı. Bir şeylər yazacaq. Belə cürbəcür başlıqları var. Mənə biraz xırda başlıq lazımdır. Biraz dənələrini iri elədi, ona görə ikinci dəfə çəkəcəm. Bir hissəsi xırdadır, bir hissəsi böyükdür. Çox xırda olmadı, amma məncə bu irilikdə daha yaxşıdır. Həm də qovrulmuş fındığın dadı çox gözəl olur. Məncə şəkərburada qovrulmuş fındıq daha yaxşıdır. Belə adi dükanlarda satılan soyulmuş fındığın dadı çox da bilinmir bişirərkən, amma belə qovranda, şəkərburanın içində olanda məncə çox gözəl dadı olacaq. Şəkərburanın içini hazırladım, indi də paxlavanın içini hazırlayıram. Əslində bunu da qovurub soymaq olardı qabıqlarını, amma istəmədim, bu dəfə tənbəllik elədim, elə belə də çəkdim. Paxlavan xəmirini də hazır eləyib qoymuşam. Onu video çəkmişdim əslində, amma eyni təkrar xəmir yoğurma videosu olduğuna görə təzədən qoymadım. Bu xəmirdən gələn dəfə şəkərbura hazırlayacağım. Çox xoşuma gəldi. Burada şəkərburanı artıq kündələrə ayırmışam. Hər biri 40 qramdır. 42 ədəd də şəkərbura alındı. Bir kündəsində banuya vermişəm. Burada oynayır. Paxlavanın xəmirini hazır yoğurub qoysam da həmin gün heç cürə vaxt çatdırıb eləyə bilmədim. Çünki şəkərburanı bitirəndə saat gecə 3-4 arası idi. Əslində şəkərburanı eləmək tək nəfərin işi deyil. Yəni onu neçə nəfər birləşib bir yerdə hazırlayır. Ona görə də tez olur. Belə tək nəfər eləyəndə çox gec vaxtda hazır olur. Həm xəmirin özü də yaxşı deyildi, vaxt aparan xəmir idi. Yəni rahat xəmir olsaydı bəlkə də daha tez olardı. Keçdik sonraki günə burada kündələrə ayırıb qoymuşam paxlavanı. 10 dənə laydan ibarət olacaq. Lap əvvəllər xəmir yayanda o qədər əziyyət çəkirdim. Heç cürə alındıra bilmirdim, xəmir yaymağı bacarmırdım. Bir dənə xəmir yaymazsa nə qədər vaxtım gedirdi, həm də böyük yayırdım. Gördüm ki, badmusdan böyükdür, götürdüm bıçaqla kənarlarını da kəsirdim. Amma indi elə eləmirəm. Görürəm ki, badmusdan biraz balaca olsa da qıraqlardan dartışdıram, sabitləyirəm. Yəni belə daha yaxşıdır. Biraz balaca olsa da olar, qıraqlardan yapışdırmaq olur. Əsas odur ki, böyük olmasın. Yəni bıçaqla kəsməyə ehtiyac olmasın. Fikir verdinizsə, mən paxlavanı standart formada doğramıram burada, başqa formada doğrayıram. Bu üsulu mənə rəhmətli Sona bibim öyrətmişdi. Ona da gəlinləri öyrətmişdi, çünki gəlinləri şirniyyatçı idi, bu işləri daha gözəl bilirdi. Elə bilirəm ki, bu standart üsuldan daha yaxşı, usulda daha gözəldir, çünki hamısı eyni formada görsənir. Bəzi şirniyyatçılarda fikir verirəm ki, üzərinə narıncı rəng vururlar ki, daha gözəl alınsın paxlavanın rəngi. Əvvəldən yadımda olsaydı, bəlkə də narıncı rəngi alıb hazır qoyardım, ondan eləyərdim. Amma bu dəfə sarı köklə yumurta, bir də sulu yağ vurdum. Başqa bir dəyişiklik də elədim. Həmişə mən paxlavanın üzərinə fındıq qoyardım, amma bu dəfə belə bir şey elədim. İri qozdan qoydum. Məncə belə daha gözəldir. Paxlava şirniyyatı çox sevirəm, amma ki, bunun sayəsində 2 kilo mən kökəlmişəm. Biraz da çərəzlərdən yeyən kimi kökəlmə verir mənə. Çalışacağam ki, onları azaltım və yaxud da tamamilə yeməyim. Məncə üzəri çox gözəl qızarıb. Yəni narıncı rəng vurmasam da, təkcə sarı köklə eləsəm də çox gözəl rəngi alındı. Pişəndən sonra da axırda şərbətini tökürəm, qoyuram özünə çəkməyə. Paxlavanın dadı inanılmaz gözəl idi, ona görə də xeyli yedim. Evdə də şəkərbura paxlavanın bişməklə yemək bir oldu. Üzərindəki iri qozlar da məncə gözəl yaraşdı. Fındıqdansa belə eləyəcəm bundan sonra. Bir də bəzi şirniyyatçılarda görmüşəm, üzərinə qlikoza vururlar ki, parlaq olsun. Gələn dəfə mütləq onu da sınayacağam. Görüm fərqi hiss olunacaq glikozanın, yoxsa elə də fərq etməyəcək. Şəkərburaları da göstərim sizə. Axırda belə alındı. Hamısı bu qədər deyil. Yaxşılarını seçib qoymuşam. Pisləri ayırdım, o tərəfə qoydum. Çünki bəzilərinin üzəri ötürmüşdüm, qızarmışdı.
Keçən dəfə çərəz alanda belə sublimasiya dondurmada almışdım sınamaq üçün. Birinci dəfə də sınayacaqdım. Yadımdan çıxıb orada qalmışdı. Sonra keçəndə həmin yerdən istədim ki, hazır edib qoymuşdular, yəni sağ olsunlar. Ödənişini əvvəlcə də eləmişdim, ona görə də təzədən ödəniş eləmədim. İndi bundan short videosu çəkəcəm. Mən aldığım çivilidir. Bunun kilosunu mən 60 manat almışam. Burada da yumurta boyuyorum inşallah. Birazdan short videosu çəkəcəm. Bunun içinə mən sirkə tökmüşəm, duz tökmüşəm. Bir də məhkə gülü də boyamaq üçün. Üzərinə də zərlə eləyəcəm dekorasiya. İnşallah nəticəni görəcəksiniz. Yumurtaları aldığım falqalarla belə bəzəmişəm. Çox gözəl görüntü alındı məncə. Falqalar gözəl göstərir, amma ki yumurtanın öz rəngini məhkə gülü qara eləyib. Belə videolarda görürəm ki, məhkə gülün rəngləyəndə başqa cür alınır. Amma belə reallıqda qara görsənir. Yəqin ki, effekt verərək onun rəngini dəyişirlər. Yoxsa ki, normalda mən özüm neçə dəfə istifadə eləmişəm, həmişə də bu rəngdə alınıb. Yəni ki, onlar 100% ora effekt verirlər ki, başqa rəngdə görsənir. Bura qədər məni izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub, bəyənməyi, yorum yazmağı unutmayın.